Ha, niye sustun Behri? Ne oldu sana? Hiç fikirleşirəm cavanlığımız müharibə dövrünə düşdü. Özü də elə hey mübahisə edirik. Gah deyirik qocalmışıq, gah da deyirik ki yox. Bir o qədər də qocalmamışıq, nəyin mübahisəsini edirik? Gençliğimiz bir də geri qayıtmayacaq. Sen hemşe nəsə uydurursan. Tut. Sağ ol Ziyad. Görünür her bir insan, kim olur olsa fərqi yoxdur. Ona yaxınlaşıb, bura baxaq, sən çoxdan qocalmısan deyənə kimi, özünü çox cavan sayır. Başa düşmürəm bu insana ne olur? İlk dəfə də o fikrə gəlirəm ki, sən demə biz əbədi deyilmişik. Çox dərs.